Romalılara məktub. 11-ci fəsil. Allahın seçdiyi xalq. Beləliklə soruşuram, məyər Allah öz xalqını rədd elədi? Əsla. Çünki mən özüm də İbrahim nəslindən, Binyamin qəbiləsindən olan bir İsrailliyəm. Allah qabaqcadan tanıdığı öz xalqını rədd eləmədi. Məyər siz bilmirsiniz ki, müqəddəs yazıda İlyas barədə nə deyilir? İlyas İsraildən Allaha şikayət eləyib deyir: Ya Rəbb, sənin peyğəmbərlərini öldürdülər, qurbangahlarını dağıtdılar. Təkcə mən qaldım. Onlar canımı almaq üçün məni də axtarırlar. Bəs Allahdan ona hansı cavab gəldi? Mən özüm üçün Baal qarşısında diz çökməmiş 7000 adamı saxlamışam. Beləcə, indi də Allahın lütfü ilə seçilmiş sağ qalanlar var. Əgər bu lütf oldusa, daha əməllərlə deyil, yoxsa lütf daha lütf olmaz. Onda nə deyə bilərik? İsrail axtardığını əldə eləmədi. Seçilmişlər əldə elədilər. Digərləri isə inadkar oldu. Necə ki yazılıb, Allah onları dərin yuxuya saldı. Onlara bugünədək görməyən gözlər, eşitməyən qulaqlar verdi. Davud da belə deyir: Süfrələri onlara tələ, tor, büdrəmə daşı və cəza olsun. Gözlərinə qara gəlsin, görməsinlər. Belləri həmişə bükülü qalsın. Başqa millətlərin xilası. Beləliklə soruşuram, məyər İsraillilər bir daha ayağa qalxmamaq üçün büdrüyüb yıxıldılar? Əsla, amma onların təqsiri başqa millətlərin xilasına səbəb oldu ki, İsraillilərdə qibtə hissi oyandırsın. Əgər onların təqsiri dünyaya zənginlik, onların qüsuru da başqa millətlərə zənginlik gətirdisə, gör onların bütövlüyü necə böyük zənginlik gətirəcək. Lakin, ey başqa millətlər, sizə bildirirəm, mən başqa millətlərə göndərilən həvari olduğuma görə öz xidmətimi izzətli sayıram ki, bəlkə soydaşlarımda qibtə hissi oyandırıb, bəzilərini xilas eləyə bilim. Çünki onların rədd edilməsi, dünyanın Allahla barışması deməkdirsə, onların qəbul edilməsi, ölülər arasından həyata dönmək deyilmi? Əgər xəmirin ilk hissəsi müqəddəsdirsə, demək, xəmirin hamısı müqəddəsdir. Əgər kök müqəddəsdirsə, budaqlar da müqəddəsdir. Amma bəzi budaqlar qoparılıbsa və sən, ey yabanın zeytun ağacı, onların arasında peyvənd olunub, zeytun ağacının barlı kökünə şərik olmusansa, o budaqların qabağında öyünmə. Öyünsən, bil ki, sən kökü deyil, kök səni daşıyır. O zaman deyəcəksən, budaqlar qoparıldı ki, mən onların yerinə peyvənd olunum. Doğrudur, onlar imansızlıqlarına görə qoparıldı. Amma sən imanına görə yerində durursan. Buna görə təkəbbürlü olma, əksinə, qorx. Çünki Allah təbii budaqlara rəhm eləmədisə, bəlkə sənə də rəhm eləməyəcək. Sən gör ki, Allah eyni zamanda həm xeyirxahdır, həm də sərt yıxılanlara sərtlik, sənə isə əgər onun xeyirxahlığına bağlı qalarsansa, xeyirxahlıq göstərər. Əks təqdirdə sən də kəsilib atılacaqsan. Əgər imansızlıqda qalmasalar, onlar da peyvənd olunacaqlar. Çünki Allah onları yenə də peyvənd eləməyə qadirdir. Əgər sən təbiətən yabanı olan zeytun ağacından kəsilib, təbiətinə uyğun olmadan yetişdirilən zeytun ağacına peyvənd edildinsə, bu təbii budaqlar öz zeytun ağacına necə də asanlıqla peyvənd olunacaqlar. Bütün İsrail xilas olacaq. Ey qardaşlar, özünüzü ağıllı saymayasız deyə bu siddən bixəbər olmağınızı istəmirəm. İsrailin bəzisi o vaxta qədər inadkar qalacaq ki, başqa millətlərdən xilas olanların sayı tamamlansın. Beləcə, bütün İsrail xilas olacaq. Necə ki yazılıb, qurtarıcı Siyondan gələcək, Yaqub nəslindən Allahsızlığı uzaqlaşdıracaq. Günahlarını aradan qaldırdığım zaman mənim onlarla bağladığım əhd budur. Müjdə məsələsində İsraillilər sizin üçün Allaha düşməndir. Amma Allah onları seçdiyinə görə əcdadlarının xatirinə onun üçün sevimlidir. Çünki Allahın ənamları və dəvəti geri alınmaz. Siz bir zamanlar Allaha itaətsiz idiniz və indi onların itaətsizliyi üzündən
mərhəmət tapdınız. Eləcə də sizin tapdığınız mərhəmətdən ötürü onlar indi itaətsiz oldular ki, özləri də indi mərhəmət tapsınlar. Çünki Allah hamını itaətsizliyə əsir eləyib ki, hamıya mərhəmət göstərsin. Allaha həmd. Allahın zənginliyi nə böyük, hikməti və biliyi nə dərindir. Onun hökmləri necə də ağla sığmaz, yolları necə də anlaşılmazdır. Rəbbin ağlını kim dərk elədi? Ona kim məsləhətçi oldu? Kim ona bir şey verdi ki, əvəzini ondan istəyə bilsin? Çünki hər şeyin mənbəyi odur, hər şey onun vasitəsi ilə və onun üçün var oldu. Ona əbədi olaraq izzət olsun. Amin.